Mən Məmmədov Əldam Yunusoğlu. Bərdar rayon Qaradalı kəndində yaşayıram. Kərimova Şəfiqə Namət qızının etibarnamə üzrə nümayəndəsiyəm. Qeyd edir ki, Bərdar rayon məhkəməsinin süründürməçiliyindən danışanda, onların digər əməllərindən danışanda daim məni qınayırlar ki, niyə danışmırsan? Xatirinizdənsə 3-4 narkomanın boşlanması, yəni polis tutub, prokurorluq tutub, məhkəməyə vermişdi. Məhkəmədən boşlamışdılar. Mən bu barədə danışanda, ad verəndə dedilər ki, güya mən qərəzdiyəm, ya nədir. Az qaldılar məni əksi inqilabçı çıxardalar. Sonra məlum oldu ki, Bərdar rayon məhkəməsi həmin işin birindən aldığı pula görə bir həbs oldu. Yəni, subut deyildi. İndi nə var? Bura gələn hakimlər ki var, Allah canları sağ eləsin, müstəqil olmasına xüsusi istifadə edirlər. Ziya Abdullayev, Ziya müəllim, siz Ağca kənddə iş vaxtına gəldirdiniz. Bir onu deyə bilərsiniz, izah verə bilərsiniz ki, orada qeydir, sahibkarla da tutaşmışsınız, yeri haqqı verməmişsən, neynəməmişsən, şikayət yazır sizdən, bilirsiniz də. İkinci, Kərimova Şəfiqənin mülki işinə baxmışsınız. 27 avqust 2025-ci ildə. Bu gün 26-sı sentyabrdır. Bir ayda siz hələ qətnaməni hazırlayıb verməmişsiniz. Digər bir qətnamə var. Deməli, orada həmin qətnamədə ata adı, ana adı qalıb başqa adamların adı yazılır. Bu nədir? Bu nə qarışıqlıqdır? O Ziya aid deyil, o Bayram müəllimə aiddir. Bayram müəllim, siz də elə Allah canınızı sağ eləsin. Deməli, deyim sana, 8-ci ayda inzibati işə baxmışsınız. Güya subuta yetməmiş kimi, video kaset yazarda əhəmiyyət verməmişsiniz. Özünüz öz tərəfindən demişsiniz, subuta yetmədi. Allah canınızı sağ, hakimsiz, müstəqil qərar qəbul edə bilərsiniz. Yaxşı, onda sual olur. 8-də baxdığınız inzibati işə niyə 20-sinə qədər qərar vermişsiniz? Vətəndaş 10 dəfə gəlib gedəndə sonra güyünə qərar alır. Niyə məqsədiniz nədir? Bayram Məhərrəmov. Ziya bildik. Ziya müəllim icraatında digər bir iş var. Deməli, bir nəfər cavabdeh qoyulub, torpaqla bağlı. Bu adam ora baxmır ki, həmin torpağın sahibi bu deyil. Torpağın sahibi bambaşqa bir xanımdır. Və işə gətirir, işin içinə sənət verirlər. Torpaq qərarla verilib, bir xanıma adını çəkmirəm. Xərtə çəkmə verib bir kişinin adını. Obyekt. Bu nədir? Bu nə tər işə baxmaqdır? Bu nə deməkdir? Bu nədir ki, bu halları aydınlaşdırırsınız? Allah canınızı sağ eləsin. İmtahan verib gəlmişsiniz. Hakimsiz, hamınıza minnətdarım. Çox qəşəng. Bir də burada götürmüşəm bir dənə işi, nümunə işi. Deməli, o deyim sənə. 147 sayılı işdir. Cavabdehlər qalıb qıraqda. Ortada göstərirsiniz, Gəncəli oğlu, Gəncəli qızı. Ay, bu nədir? Diqqət yetirin qətnamənizdə, verdiyiniz qətnaməni. Siz bu dövlətin adından məhkəmə qətnaməsi qəbul edirsiniz. Ay qardaş, Azərbaycan dövləti adından qəbul edirsiniz, öz şəxsi adınızdan yox. Prezident sizə etimad göstərib, sizi təyin edib, cavan qadırsınız. Siz cavanlıqda bu layıqdasınızsa, qocalığında olacaq. Bir sözlə üzüm tuturam, ölkənin Ali Məhkəmənin hörməti sədrindən Kərimova Şəfiqə. Hörməti ilə müəllim, bu halların baş verməsinə səbəbikarı sizsiniz. Çünki siz bölgələrdə qəbul keçirmişsiniz. Cənab Prezidentin göstərişinə uyğun olaraq bütün yer icra hakimiyyət orqanları yerlərdə qəbullar keçirilib, şikayətləri dinləyir, vəziyyəti dinləyir. Siz keçirmişsiniz. Bunlar da tam arxayindilər ki, məhkəmə hüquq şurasında hörməti ilə müəllim verilən şikayətlərə baxmayacaq, orada aparat rəhbərləri hələ bir cavab verir. Subutu təqdim edir. Sən nə araşdırın, nə subut verirlər? Subutları deyirəm də. Mən xahiş edirəm, bir daha xahiş edirəm. Gəlin bizim əvəz edilməz liderimiz İlham Əliyev verib göstərdiyi etimata hörmətlə yanaşın. Sizdən xahiş edirəm. Və adları çəkdiyim Bərdar rayon məhkəməsinə Ziya Abdullayevin və Bayram Məhərrəmovun üzr istəyirəm. Bu iki hakimin qanuna zidd əməl və süründürməçilik hərəkətlərinə görə barələrinin icra dışı başlansın və qanunu tədbir görülsün. Bu biabırçılığa son qoyulsun. Hələlik bu qədər.